Bu yol Sumqayıt şosesidir. Bu gördüyünüz obyekt iddialara göre Şirvan şəhəri İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun obyektidir. Burada obyekt inşa edildi. Bu obyektə giriş etmək üçün gərək mütləqdir ki, burada yol açılsın. Deməli, gördüyünüz bu ağaclar hamısı kəsiləcək. Bu gözəllik buradan itəcək. Əgər bu ağaclar kəsilirdisə, niyə əkilirdi bəs bura? Əgər yox, kəsilməyəcək, bəs bu obyektə hardan giriş olacaq? Obyektin reklamı hardan görsənəcək? Və bir neçə ağaclar qurudulur. Ya özləri bilə-bilə qurudur, ya da bilməyərəkdən özü quruyur ağac. Kim var burada rəhbərlikdə? Çəksə, buranı. Niyə? Kim var deyirəm rəhbərlikdə? Heç kim yoxdur. Niyə çəksən ki? Necə? Niyə çəksən? Siz burada işləyirsiniz? Yox. Çalışırsınız. Bu ağacların aqibəti necə olacaq obyektin qabağında? Sənin mən ağac əkmişdim. Dövlət maliyyə ayırıb bura ağac əkilir də. Dövlət maliyyə ayırıb bura ağac əkilir də. Hə? Və kimdir bəs bu? Və kim gəlib cavab verə bilər? Bu ağaclar niyə kəsiləcək bəs buradan? Kim kəsəsən? Bəs bu obyekt hardan giriş olacaq? Və bu obyekt hardan gəliş gediş olacaq?